Osmanlı Sultanı 3-cü Mehmet 1595-ci ildə taxta çıxdığı ilk gecə 19 qardaşını, əksəriyyəti körpə olmaqla, boğduraraq Osmanlı tarixinin ən qanlı hadisələrindən birini reallaşdırmışdı. Bu hadisə, dövlətin bölünməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən qardaş qətli ənənəsinin ən kəskin nümunələrindən biri hesab olunur. Tarix boyu bir çox imperiyalarda sabitliyi qorumaq üçün qardaş qırğınları baş verib. Hər bir hökmdar rəqiblərini aradan qaldırmaqla tək suverenliyini təmin etməyə çalışıb. Qardaş qətli təkcə Osmanlıya xas olan ənənə deyildi. Tarix boyu Roma, Bizans, Səfəvilər, Monqollar və digər imperiyalarda da hakimiyyət uğrunda ailə-daxili qırğınlar baş vermişdi. Məqsəd isə tək idi: taxt uğrunda müharibənin qarşısını almaq və mərkəzi hakimiyyəti qorumaq. Bu hadisələr Osmanlı imperiyasında da baş verib. Osmanlı da bu praktika hüquqi əsasını Fatih Sultan Mehmetin qanunnaməsindən alırdı. Orada açıq şəkildə deyilirdi: nizam-ı aləm üçün qardaşlardan hər kimi öldürmək münasibdirsə, öldürülə bilər. 26 may 1566-cı ildə Manisada anadan olan 3-cü Mehmet, 3-cü Murad və Safiyə Sultanın oğluydu. Babası Qanuni Sultan Süleyman, Fatih Sultan Mehmedə bənzəsin deyə ona Mehmet adını vermişdi. Mehmet, atası 3-cü Muradın ölümündən sonra 1595-ci ildə Manisadan İstanbula gələrək taxta çıxdı və Osmanlı İmperiyasının 13-cü sultanı oldu. Lakin onu gözləyən ilk qərar bir taxt mərasimi deyil, qanlı bir hökm idi. Osmanlı Sultanı kimi taxta çıxdıqdan sonra 3-cü Mehmet hakimiyyət uğrunda mübarizənin qarşısını almaq üçün əksəriyyəti körpə olan 19 qardaşının boğdurulması əmrini vermişdi. Tarixi mənbələrdə qeyd olunur ki, 3-cü Mehmet taxta çıxdıqdan sonra qardaşları onu sultanlığı münasibəti ilə təbrik etmək üçün hüzuruna çıxmış, əlini öpmüş və qorxu içində demişdilər: bizi öldürmə. Həmin vaxt 3-cü Mehmet onlara üzünü çevirmiş və cavab verməmişdi. Ertəsi günü isə qiymətli daşqaşlarla bəzədilmiş 19 tabut yan-yana saraya qoyulmuşdu. Bu hadisə Osmanlı sarayında böyük bir psixoloji sarsıntı yaratmışdı. 3-cü Mehmetin sonraki illərdə dərin vicdan əzabı çəkdiyi, gecələr rahat yata bilmədiyi və daim qorxu içində yaşadığı qeyd olunur. Bununla bağlı maraqlı rəvayət də var. 1909-cu ildə taxta çıxan Mehmet Rəşad qılınc tutma mərasimindən sonra əcdadlarının məzarlarını ziyarət edir. Lakin 3-cü Mehmeti ziyarət etmir. Səbəbini soruşduqda, mən uşaq qatilinin məzarını ziyarət etmək istəmirəm deyə cavab verib.